Hollywoodun qızıl dövründə bir ad öz heyranedici gözəlliyi ilə hər kəsdən üstün idi. Hedy Lamarr. İctimaiyyət üçün o, Samson və Delilah kimi klassik filmlərdə rol alan cazibədar bir kino ulduzu idi. Lakin məxmər pərdələrin və kamera işıqlarının arxasında Hedy'nin gizli bir həyatı var idi. O sadəcə bir aktrisa deyil, müasir dünyanı dəyişdirəcək dahi, özünü yetişdirmiş bir ixtiraçı idi. Viyanada Hedvig Kisler olaraq doğulan Hedy həmişə maraqlı uşaq olub. Digər uşaqlar gəlinciklərlə oynayarkən o musiqi qutularının necə işlədiyini görmək üçün onları söküb hissələrə ayırırdı. Onun həyatı varlı bir Avstriyalı silah taciri ilə evləndikdə kəskin şəkildə dəyişdi. Bu nikah bədbəxt və məhdudiyyətlərlə dolu olsa da, ona hərbi texnologiya və torpedolar haqqında yüksək səviyyəli müzakirələrdə iştirak etmək imkanı verdi. Nasis partiyasının artan təhlükəsini dərk edən Hedy cəsarətli bir qaçış planı hazırladı. O Londona, oradan isə Amerikaya qaçdı və burada MGM studiyaları ilə müqavilə imzaladı. Şöhrəti artsa da Hedy narahat idi. Hollywood məclislərini darıxdırıcı hesab edir və gecələrini təcrübələr aparmağa üstünlük verirdi. İkinci Dünya müharibəsi zamanı o öyrəndi ki, müttəfiq torpedolarını idarə etmək üçün istifadə olunan radio siqnalları düşmən tərəfindən asanlıqla boğula və ya bloklana bilir. Bu onu bir həll yolu tapmağa sövq etdi. Dostu, bəstəkar George Antheil ilə birlikdə Hedy tezlik sıçrayışı adlanan inqilabi bir konsepsiya hazırladı. Onların ideyası radio siqnalını 88 müxtəlif tezlik, pianodakı düymələrin sayı qədər, arasında sıçratmaq idi. Bu düşmənin siqnalı izləməsini və ya ələ keçirməsini qeyri-mümkün edirdi. Onlar 1942-ci ildə bu ixtiranı ABŞ hərbi dəniz qüvvələrinə təqdim etdikdə, rəsmilər buna şübhə ilə yanaşdılar. Onlar gözəl bir aktrisanın belə mürəkkəb mühəndisliyi başa düşə biləcəyinə inanmırdılar. Ona mühəndisliklə məşğul olmaq əvəzinə gedib müharibə istiqrazları satmağı tapşırdılar. Məyus olan, lakin ruhdan düşməyən Hedy aktyorluğa qayıtdı və onun ixtirası 10 illiklər boyu gizli sənədlər qovluğunda saxlanıldı. Yalnız 1990-cı illərdə dünya onun dahiliyini dərk etdi. Onun tezlik sıçrayışı texnologiyası Wi-Fi, Bluetooth və GPS üçün təməl layihə oldu. Bugün biz hər dəfə internetə qoşulanda və ya telefonlarımızda xəritədən istifadə edəndə Hedy Lamarrın zəkasından bəhrələnirik. Onun hekayəsi bizə xatırladır ki, dünyanın bizi yalnız xarici görünüşümüzə görə mühakimə etməsinə icazə verməməliyik. Əsl güc fərqli düşünmək cəsarətindədir. In the golden age of Hollywood, one name stood above almost all others for her breathtaking beauty: Hedy Lamarr. To the public, she was a glamorous movie star who appeared in classics like Samson and Delilah. However, behind the velvet curtains and camera lights, Hedy led a secret life. She was not just an actress, she was a brilliant, self-taught inventor who would eventually change the modern world. Born in Vienna as Hedvig Kiesler, Hedy was always curious. While other children played with dolls, she took apart her music boxes to see how they worked. Her life took a dramatic turn when she married a wealthy Austrian arms merchant. This marriage was unhappy and restrictive, but it gave her a front-row seat to high-level discussions about military technology and torpedoes. Realizing the danger of the rising Nazi Party, Hedy orchestrated a daring escape. She fled to London and eventually to America, where she signed a contract with MGM Studios. Even as her fame grew, Hedy was restless. She found Hollywood parties boring and preferred to spend her nights experimenting. During World War II, she learned that the radio signals used to guide Allied torpedoes were easily jammed or blocked by the enemy. This inspired her to find a solution. Alongside her friend, the composer George Antheil, Hedy developed a revolutionary concept called frequency hopping. Their idea was to make the radio signal jump across 88 different frequencies, the same number of keys on a piano. This made it impossible for the enemy to track or intercept the signal. When they presented the invention to the U.S. Navy in 1942, officials were skeptical.
They didn't believe a beautiful actress could understand such complex engineering. They told her to go sell war bonds instead. Heartbroken but resilient, Hetty returned to acting, and her invention was kept in a secret file for decades. It wasn't until the 1990s that the world realized her genius. Her frequency hopping technology became the fundamental blueprint for Wi-Fi, Bluetooth, and GPS. Today, every time we connect to the internet or use a map on our phones, we are using Hedy Lamarr's brain. Her story reminds us that we should never let the world define us by our appearance alone. True power lies in the courage to think differently.